Salam, hər vaxtınız xeyir. Bugün sizlərə özümün tərtib etdiyim məntiq sualların izahını verəcəm. Birinci başlayacağıq şifrələrdən. Şifrələrdə hansı suala baxaq? Birinci baxaq 4-cü suala. 4-cü sualda nə deyir? Məntiq sözü 5, 2, 3, 1, 4, 6 rəqəmləri ifadə olunub. Qəti sözünü tapmalıyıq. Deməli, nə edək burada? Baxırıq. Yazaq. Deməli, məntiq sözü bu rəqəmlərlə ifadə olunubsa, yəni birinci 5 rəqəmi ilə ifadə olunub. Ə hərfi gördük 2 ilə işarə olunub. N hərfi görürük 3-cü yerdə hansı durursa 3 durur, deməli 3-dür. T hərfi 4-cü yerdə 1 durur, deməli 1-dir. İ hərfi 4-dür. Q də 6-dır. Biz buna uyğun olaraq qəti sözünü hansı rəqəmlərlə ifadə olunduğunu tapmalıyıq. Bax, burada yazmışıq demək olar. Qəti. İndi tapaq qəti sözü. Q. Burada nə ilə ifadə olunub? 6 ilə. Gördüyüm Ə. Nə ilə ifadə olunub? 2 ilə. Sonra T. T nə ilə ifadə olunub? 1 ilə. I. 4 ilə ifadə olunub. 6, 1. 6, 2, 1, 4. Deməli, B variantdır. Bunu belə də tapa bilərik. Növbəti suala baxaq. 8-ci suala. Nur 6, Günəş 10, Ayı sual. Bunu necə taparıq? Baxırıq ki, Nur bu rəqəmlər hər biri 2-yə vurulubdur. Burada yazılan rəqəmlər 2-yə bölünə bilir. Deməli, baxırıq, 6 2-yə bölünür, 3-dür. Deməli, 3 nədir? Burada Nur sözü 3 hərflə ifadə olunub. Deməli, hərflərin sayını 2-yə vururuq. Burada da eyni qayda ilə bax. Günəş 5 hərfdən ibarətdir. Ona görə də 5-i 2-yə vururuq, 10. Ayı 3 hərfdən ibarətdir. Deməli, 3-ü 2-yə vururuq, 6 A variantı.